Deməli, hörmətli bizim bu Əlamakın izləyiciləri, biz Azərbaycanın ən gözəl o dilbər güşələrindən biri olan Xızı rayonundayıq. Rayonun tam mərkəzində bax gördüyünüz bu meşə, bu bağ, nə bilim bu torpaq tam hasarlanmış yerdə belə satışa çıxıb, 30 sotdur, 40 sotdur. Çox ucuz bir qiymətə, çox tam rayonun mərkəzində tam hasarlanmış yerdir. Mən bunu tez, tələsik, çox qısa və lakanik çəkib sizə göstərirəm ki, kimə belə bir ehtiyac olsa, bax, zəng eləsin. Qapısının ağzına kimi də bax, asfalt yoldur. Deyirəm, rayon mərkəzində, yəni bu çoxdanın yaşayış yerləridir, bax belə. Deməli, bu günlər sizdə ayın 17-si, 2026-cı ildir, qar yağıb bura. Bunu çəkməyə sizə məcbur oldum ki, kimisə ehtiyacı olsa, çox Bakıda yaxın yerdə, bilirsiniz. Bax belə. Adam bunun videonu çəkməkdən doymur. İstəyirəm ki, daha uzun çəkəm, onda da ehtiyac yoxdur. Qiymətin də inşallah zəng eləyərsiniz, sizə deyərik. Qiymət çox ucuzdur. Əslində niyə deyə bilməm? Çünki torpağın sahibindən soruşmamışam dəqiq. Ona görə də əgər sizə maraqlı olsa belə bir yer, bax görürsünüz də çox hasarba belə yerdir. Maraqlı olsa zəng eləyərsiniz. Maraqlı olmasa yəqin ki gəlməz. Amma təqrib bilirəm ki, yəni ucuzdur. Yəni 10 mindən də aşağı, 9 mindən də aşağı verir. O torpaq çoxdur orada. Yəni kimsə istə, yəni bölüb də satmaq olar. Bax belə, çox gözəldir, çox. Yəni Bakıya çox yaxın yerdədir. Bir saata gələ bilirsən də, bəlkə biraz tez. Nəysə, gəldik sona. Zənglərinizi gözləyirik.